zehni sağlamlıq üçün bir çox faydaları verir. Əsas olaraq yoqanın meditasiya bölməsində hələ biz gəlməmişdən əvvəl fiziki sağlamlıq təmin edildiyinə görə nəfəs bizim zehnimizə bərabər hərəkətdədir. Yəni nəfəsi sürətli alıb verə bilən bir insan düşüncələri çox xaotik olur, qarışıqdır, bu biraz problemli vəziyyətdir. Nəfəsi aramla alıb verə bilən bir insan isə bu düşüncələr səngiyir və zehin dalğalanmadan belə bir sürətdən yavaşlayır və tak bir nöqtədə qalır. Bax, həmin bu vəziyyətə gəldikcə də insanın zehni sağlam olur, stresə, depressiya və bir çox aqressiv vəziyyətlərə, hətta bir çox psixoloji və toksik vəziyyətlərə qarşı davamiyyətli və dözümlü